bizim değerli kardeşimiz Mehman Hüseynov var. Mehman Hüseynov İsmail Bey'in efirində dedi ki, yaman məmur qızlarından, məmur arvadlarından yaxın olub, sevişib, neyniyib. Mehman, onlar necə sevişirlər, nə yiyirlər, sevişirlər. Biz o dünyanın adamı deyil, ona görə bir balaca bizi tanış elə də. Sevişəndə hardan başlayırlar? İncə detallar, incə detallar. Buyur. Detallar budur ki, mənim əvvəl münasibətdə olduğum general qızları da olub, deputat qızları da olub, İlham Əliyevin ətrafından da olub. Bunlar, sənə bir şey deyim. Bu adamlar, elita sayılan ailələr, vəzifədə olan şəxslərin övladları həmişə öz ətraflarından kayf almırlar. Bunu başa düş. Misal üçün, məndə general qızı var idi. Yazırdı ki, Mehman, mən müxalifətçilərlə hoqqa vermək istəyirəm də. Yəni, mən yapıcılarla, yaltaqla. Özür istəyirəm, o ağzının dadını bilir, o bilir, kəsin kişilər müxalifətdədir. Gəkək, bəli, budur. Onlar, İlham Əliyevin ətrafı, nazirləri, deputatların övladları, onlar bilir ki, 72% sabunlardan bunlara xeyir gəlməz. Ona görə də məhz İlham Əliyev, Əlin Ağayev kameranı mənim otağıma qoyurdular ki, bunlar əsl kişi necə sevişməlidir, onu öyrənmək istəyirlər. Əsl kişi necə öpməlidir, necə yalanmalıdır, necə hoqqaları verməlidir. Bizdən öyrənməlidirlər. Bizdən. Belə soruşmaq ayıb olmaz. Arada bir yalamaq deyirsən. Mən bunu başa düşəm belə. Yox, bunu mən adiləşdirirəm ki, insanlar üçün başa düşsünlər ki, sevişmək kasetə baxanda şoka düşmüyor ya. Deməli, məndə hər şey olub. Məndə hər şey olub. Mən orada dəhşət şeylə eləmişəm. Qəşəng sevişmişəm, özümdən razıyam. İlham Əliyev öyrənib, Mehriban Əliyeva kayf alıb ona. Bir də əsas məsələ, sevişmə məsələsi əsas bizim yaralı yerimizdir. Bəlkə burada deyim ki, 7000 baxış olsa Mehman bir hissəsini, yatağından bir hissəsini... Yaxşı, bakalım. 7000 olsa Mehman bir dənə hissəsini göstərəcək yatağından, özündə də kasetlər şəkillər hamısı. 100%. Bir hissəsini göstərəcək, ucundan biraz göstərəcək. Hələ indi Alyona'nın ağzından alan şeydən də danışacağım birazdan. İndi siz deyin görək bu nə məsələdir? Ora getmə, Alyona. Mən indi əlimdə olanı yayım. Ölkədə gecə ilə inqilab olar. Gecə ilə Alyonanı İlham Əliyev yox eləyər. Sadəcə mən yenə də bir humanist addım atıram. İynəni elə bir dəfə vurmuram da, aldada, yağlıya vururam ki, incitməsinlər. Ona görə də mənim əlimdə... Birdən deyirəm, bu aldada, yavaş soxursan, birdən yoğun şeyə dövr gedərsən, o yoğun şey bunlara təsir eləməz. Bəzi vaxtda birdən belə geyindirmək lazımdır.